Larry Page, Google yaradaraq interneti dəyişən insan. O Google'un həm təsisçisidir, texnologiya dünyasını tamamilə dəyişdirən insanlardan biridir. Bəs onun hekayəsi necə başlamışdı? Larry 1973-cü ildə ABŞ-ın Michigan ştatından anadan olub. O uşaq yaşlarında texnologiyaya maraq göstərirdi. Çünki hər iki valideyni də kompüter mühəndisi idi. Kiçik yaşlarında evlərindəki kompüter və texnika avadanlıqları ilə oynayaraq böyüyüb. 1995-ci ildə Stanford Universitetində Sergey Brin ilə tanış oldular və birlikdə Google'un əsasını qoydular. Onların məqsədi dünyanın bütün informasiyasını bir yerə toplayıb insanlara asanlıqla təqdim etmək idi. Google qısa müddətdə dünyanın ən güclü axtarış sistemi oldu. Larry Page Alphabet şirkətini quraraq süni intellekt, sürücüsüz avtomobillər və hətta kosmik texnologiya üzərində işləməyə başladı. Əvvəllər də dediyim kimi, Larry Page maddi cəhətdən yaxşı vəziyyətdə olan və elmə yaxın bir mühitdə böyümüşdü. Onun uğur qazanmasında ailəsinin verdiyi təhsil və texnologiya bilikləri mühüm rol oynayırdı. Atası Carl Victor Page kompüter elmləri professoru idi. O süni intellekt sahəsində tədqiqatlar aparırdı. Carl kompüter elmlərinin inkişafında tanınmış alimlərdən biri idi. Anası Gloria Page kompüter proqramlaşdırma müəllimi idi. Belə bir mühitdə yaşayan uşağın da Google-u yaratmağı yəqin ki, heç birinizi təəccübləndirmir. Larry'nin ailəsi uşaqlarına yaxşı təhsil və texnologiyaya çıxış imkanı vermişdi. Larry Page Michigan Universitetində mühəndislik üzrə oxuyub. Daha sonralar Stanford Universitetinə daxil olub.